Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çataq, Çeşməli, Mollalar, Məşədi Vəlilər, Həsənli, Abbasqulular, Papaqçılar, Güvəndik, Lazılar, Navasaratovka marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Layihə çərçivəsində ümumi uzunluğu 24,6 km olan avtomobil yollarının əsas şəkildə bərpası həyata keçirilir. Uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdür. Xüsusən payız-qış mövsümündə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsində çətinliklər yaranırdı. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədi ilə sözgedən yolların yenidən qurulmasına başlanılıb. Layihə üzrə avtomobil yolları 4, bəzi sahələrdə isə 5-ci texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Hazırda layihənin Çataq, Çeşməli, Navasaratovka istiqamətində torpaq işləri, yolun hamarlanması və normativ enə salınaraq genişləndirilməsi işləri həyata keçirilir. Bu mərhələdən sonra texnoloji ardıcılığa uyğun olaraq yol əsasının tikintisi və asfalt beton örtüyünün döşənməsi işləri icra olunacaq. Eyni zamanda yol boyu suların ötürülməsi məqsədi ilə zəruri nöqtələrdə su ötürücü boruların quraşdırılması da layihə çərçivəsində nəzərdə tutulub. Qeyd edək ki, layihənin başlanğıc 1-ci kilometr hissəsində yerləşən mövcud körpü sökülərək və əvəzində bir aşırımlı yeni körpünün inşası planlaşdırılır. Yenidən qurma işlərinin yekun mərhələsində hərəkətin təhlükəsiz və nizamlı təşkili üçün yol nişanlarının və kilometraj göstəricilərinin quraşdırılması, həmçinin yol cizgi və yol göstərici xəttlərinin çəkilməsi nəzərdə tutulub. Bütün işlər inşaat norma və qaydalarına uyğun şəkildə tərtib olunmuş iş qrafikinə əsasən sürətlə və keyfiyyətlə həyata keçirilir. Layihənin vaxtında və tələb olunan standartlara uyğun icrası məqsədilə əraziyə lazımı texnika və canlı qüvvə cəlb edilib.